Son dəqiqə olaraq məxfi xəbəri axşam çatdıracağam. Artıq təyyarənin düşürüldüyü, baxın, təyyarənin necə düşürüldüyü məlumatını aldım. Artıq aldım. Axşam yayımda verəcəyəm. Gürcüstan tərəfi dedi ki, təyyarə havada vurulubdur. Gürcüstan tərəfi deyil. Yəni, hansısa indi ola bilər müxalifət mi, iqtidar mı, hansısa media mı, xaricə bağlıdır, Gürcüstan devlət mediası hər neysə. Deməli, burada C-30 uçağı hava sahəsinə girdikdən yəni Gürcüstan hava sahəsinə girdikdən birkaç dəqiqə sonra hər hangi bir acil durum sinyalı göndərmədən radar ekranlarından kayboldu. Gürcüstan dedi ki, havada vurulub. 20 ölü tapılıbdır. Azərbaycandan vurulduğu, əməl edildiyi deyilir. Bu kimsə bilgili adamdır. Qardaşlar, axşam təyyarə necə düşürülübsə və niyə düşürülübsə, mən onu deyəcəyəm. Əlbəttə ki, hamınız bilir, parada texnika və canlı qüvvə, mexanika, elə belə adam gəlmir, texnika və hərbi mütəxəssisləri gətirən təyyarə Gəncədən havaya qalxarkən, Gəncədən Türkiyəyə gedərkən vurulub. Birinci sual ortaya çıxır. Niyə Bakıdan yox, Nasosundan yox, parad orada keçirilir? Bu Gəncədən qalxıbdır. Buna da cavab verəcəm axşam. Hər neysə, bu efirim